Algoritmin yerinə yetirilməsi nəticəsində y dəyişənin 16 qiymətini almışdır. Y dəyişənin ilkin qiymətini müəyyən edin. Deməli, nəticəsində deyir 16 qiymət almışdır. Deməli, baxın, buradakı y-in cavabı nəyə bərabər olub? 16-ya. Onda deməli, bunu biz nə edəcəyik? 16-ya bərabər edəcəyik. Y üstə gəlsin, x çıx 2 bərabərdir 16-ya. Buradan biz tapırıq ki, y üstü gəl, x bərabərdir neçəyə? 18-ə. Buradakı x hansı x-dir? Baxın, burada təyin olunan x, yəni yeni qiyməti verilib. O nəyə bərabərdir bizə? Köhnə x-in 3 fərqinə. Yazaq, y üstə gəlinsin, x çıx 3 bərabərdir 18. Deməli, biz buradan yenə y üstə gəl, x-i neçə alırıq? 21 alırıq. Yenə baxıram, buradakı y nəyə bərabərdir? Buradakı y, baxın, buna bərabərdir. Ona görə nə edirəm? Y-in yerinə həmin o x üstə gəl 5-i qoyuram. X üstə gəl 5, üstə gəl x bərabərdir 21-ə. Buradan mən 2x-i neçə tapıram? 2x-i gəlib tapıram 16-ya bərabər. Deməli, x-ə bərabərdir neçəyə? X bərabərdir bizə 8-ə. Baxın, bu 8-ə bərabər olan x budur. Burada təyin olunan x-dir. Deməli, onda y üstə gəl 2 də nəyə bərabərdir? 8-ə bərabərdir də. Y üstə gəl 2 bərabərdir 8. Deməli, y də bərabərdir 6-ya. Bizdə də yekun olaraq nə istəyirdi? İlkin y-in qiymətini. Yəni, baxın, bunu istəyirdi. Tapmışıq 6. Cavabımız hansıdır? A variantıdır.